Uşaqlar, fizika fən müsabiqəsinə hazırlaşanlar üçün 7-ci sinif üçün düz xətli bərabər sürətli hərəkətə aid tapşırıqlara baxaq. Deməli, birinci cisim 54 km/saat sürətlə düz xətli bərabər sürətlə hərəkət edərsə, onun 2 dəqiqədə getdiyi yol neçə kilometrə bərabər olar? Bizə deməli V-ni verib 54 km/saat, T-ni verib 2 dəqiqə, S-i kilometrlə istəyir. Onda biz əvvəlcə zamanımızı saata çevirə bilərik. Biz bilirik ki, 1 saat 60 dəqiqədir. Onda 2 dəqiqəmiz neçə saatdır? X saat. Kənar hədlər arasında orta hədlər arasında bərabərdir. Buradan alaraq 60 vuraq X bərabərdir 2. X də bərabərdir 2-nin 60-a nisbəti 1-in 30-a deməkdir. Deməli, gedilən yol S bərabərdir VT ilə tapılır. V-miz 54, T-miz 1-in 30-a. Deməli, mən bunları 3-ə ixtisar aparsam 10, 3-ə ixtisar aparsam 18. 18-in ona nisbəti 1,8. Cavab C-bəndir. Bərabər sürətlə hərəkət edən arda T bərabərdir 8 saniyə müddətində S bərabərdir 24 metr yol getmişdir. O həmin sürətlə, yəni biz nə sürət tapacaqsa, o həmin sürətlə deməli 13 saniyədə nə qədər yol gedər. Yəni tapdığımız sürət, birincidən tapdığımız sürət ikinciyə də keçərlidir. Yəni bərabər sürətlə hərəkət olduğundan sürətimiz dəyişmir. Deməli, S-kimizi tapacağıq. Onda V bərabərdir S bölü T ifadəsinə görə 24-ün 8-ə nisbəti 3 metr bölü saniyəyə bərabərdir. V bərabərdir S bölü T. Buradan da S bərabərdir VT. V-ni tapdıq 3. T-ni də bizə verib 13. Deməli, edər 39 metr. Cavab A bəndi. Düz xətt üzrə qarşı-qarşıya hərəkət edən iki avtomobildən birinin sürətini 13 metr saniyə, digərinin sürətini 17 metr bölü saniyə vermişdir. Onlar 10 dəqiqə sonra görüşərsə, başlanğıcdakı aralarındakı məsafə neçə kilometrdir? Deməli, biz baxırıq ki, sürətdə metr bölü saniyədir, amma zamanı bizə dəqiqə ilə verib, onda biz dəqiqəmizi saniyəyə keçirə bilərik. 1 dəqiqə 60 saniyədirsə, 10 dəqiqəmiz 600 saniyəyə bərabər olar. Cisimlər qarşı-qarşıya hərəkət edəndə bizim nisbi sürətimiz V1 ilə V2-nin cəminə bərabər olar. Buradan da taparıq ki, 13 ilə 17-nin cəmi 30-a bərabərdir. Deməli, 30-a bərabərdir. Məsafəni istəyir bizdən. S bərabərdir V nisbi vuraq T. Deməli, nisbi sürətimizi 30 tapdıq. Zamanımızı 600 saniyə tapdıq. Bu da edir 18.000 metr. Bizdən amma neçə kilometr olduğunu soruşur. 18 kilometrə bərabərdir. Cavab B bəndi. VT ifadəsi hansı fiziki əhəmiyyətdir? Təbii ki, yoldur. S bərabərdir VT. Deməli, 5-ci sual. 30 metr bölü saniyə sabit sürətlə hərəkət edən 600 metr uzunluğunda qatar, uzunluğu 1200 metr olan tunel ilə arasındakı məsafə 120 metr olduqda. Deməli, bizə deyir ki, qatarın sürəti 30 metr bölü saniyədir. Bunlar arasındakı məsafə 120 metrdir. Qatarın özünün uzunluğu 600 metrdir. Deməli, tunelin uzunluğu 1200 metrə bərabərdir. Qatarın maşinistidir. Tunel daxil olanda siqnal verir. 6 saniyə sonra siqnal kəsilir. Siqnal kəsiləndən sonra neçə saniyə sonra deyir, qatarın ön ucu tunelin arxa ucunda olur. Bizə deyir ki, qatarın bu ön ucu tunelin bu arxa ucunda olsun. Onda bizim qatarımız gəlib burada dayananda qatarın ön ucu tunelin arxa ucunda olar. Biz hesablamamızı aparanda məsafəmizi bu hissə aralığında baxacaq. Onda bizim T-miz bərabərdir S bölü V. S-imiz də aradakı məsafə 120 və, yəni bu aradakı məsafə 120 və qatarın uzunluğu cəmi olacaq. V-miz də ki 30-a bərabərdir. Buradan da alırıq ki 1320 bölək 30. Deməli, 44 saniyəyə bərabərdir. 6 saniyə sonra kəsildi deyirsə, deməli, bizim ümumi zamanımız 44-dən 6-nı çıxacaq, 38 saniyəyə bərabər olacaq. Kənan 3 metr bölü saniyə sürətlə 4 saniyə müddətində şimal-qərb, sonra 1 metr bölü saniyə sürətlə 3 saniyə müddətində cənub-qərb istiqamətində hərəkət edir. Kənanın yer dəyişməsi neçə metrdir? Əvvəlcə biz qeydlərimizi aparaq.
Deməli, şərq, qərb, şimal, cənub. Deməli, biz bilirik ki, bura şimal şərqdir. Bura şimal qərbdir. Bura cənub qərbdir. Bura isə cənub şərqdir. Deməli, deyir ki, əvvəlcə V-mizi verib, zamanımızı verib, şimal-qərb istiqamətində hərəkət edir. Deməli, əvvəlcə biz S bərabərdir, yəni S1 yazaq. V1 T1, deməli 3-ün 4-ə hasili 12 metr. Sonra S2-ni də tapaq. V2 T2, 1-in 5-ə hasili 5 metr. Deməli, deyir ki, əvvəlcə şimal-qərb istiqamətində gedib. Deməli, şimal-qərb istiqamətində 12 metr gedibdir. 12 metr gedib. Sonra cənub-qərb istiqamətində hərəkət edib. Burada da 5 metr gedib. Burada da 5 metr gedib. Bizə deyir, ümumi yerdəyişmə nəyə bərabərdir? Deməli, bizdən buranı istəyir. Onda x-i tapanda kök altda 144, üstə gələk 25. Bu da edir 169. Bu da bərabərdir 13. 13 metrə bərabərdir. Cavab A bəndi. Deməli, A, B cisimlərinin koordinat zaman qrafiki verilir. Buna əsasən A-nın sürətinin B-nin sürətinə olan nisbətini tapın deyir. Deməli, biz VA-nın VB-yə nisbətini tapacağıq. Deməli, əvvəlcə VA-nın sürətini gəlin tapaq. Deməli, sürət tapanda koordinat zamanın asılılıq düsturuna görə x çay x0 bölək t. VA-nı da tapanda x çay x0 böl t. A, B. Aha, baxaq ki, əvvəlcə baxaq ki, A cisminin başlanğıc koordinatı 0-dan başlayıb, gəlib bura. Deməli, son koordinatı 60-a bərabərdir. Ona uyğun zamanımız 12-dir. B cismi 0-dan başlayıb, 30-a gəlib, son koordinatı 30-dur. Ona uyğun zamanımız 15-dir. Verilənləri indi qeydimizi götürdük, hesablamamızı aparaq. Deməli, onda VA-nı tapsaq, son koordinat dedik 60-dır, başlanğıc koordinat 0-dır, ona uyğun zamanımız 12-dir. 60-ın 12-yə nisbəti 5 metr bölü saniyəyə bərabərdir. İndi VB-ni tapsaq, deməli, son koordinatımız 30-dur, başlanğıc koordinatımız 0-dır, ona uyğun zamanımız 15-dir. Deməli, 2 metr bölü saniyəyə bərabərdir. VA-nın VB-yə nisbəti istəyir bizdən, yəni 5-in 2-yə nisbəti 2,5-ə bərabərdir. Cavab D bəndi. 8-ci sualımıza baxaq. Deməli, deyir, K və L cisminin sürətinin zamandan asılı qrafiki verilmişdir. Birinci saniyənin sonunda cisimlərin eyni bir koordinatda olduğu məlumdursa. Deməli, birinci saniyədə bu cisimlər eyni koordinatda olub. 4-cü saniyənin sonunda cisimlər arasındakı məsafə neçə metrdir? Əvvəlcə gəlin bir saniyədə bunların yollarını təyin edək. SK bərabərdir. VK bıraq T. Buna VK, buna VL-imizi yazaq. Deməli, 15-i vuraq 1 saniyə, deməli 15 metr yol gedib. SL-imizi tapaq, VL vuraq T bərabərdir 5 vuraq 1 bərabərdir 5 metrdə bu yol gedib. Deyir ki, eyni koordinatda olublar. Onda biz yazarıq ki, XL bərabərdir X0L üstə gələk SK XL deməli XK da bərabərdir X0K üstə gələk SK. Başlanğıcda eyni koordinatdadırsa, deməli XL-lə XK-mız bir-birinə bərabərdir. Onda biz bu dəyişənləri bir-birinə bərabər eləyək. X0L üstə gələk SL tapdıq ki 5-dir. X0K da SK-nı da tapdıq ki 15-dir. Buradan da alırıq ki X0L çıxaq X0K bərabərdir. 5 də oyuna keçir, eləyir 10. Mənfi 10. Deməli, bunların fərqinin mənfi 10 olduğunu tapdıq. İndi bizdən 4 saniyə sonraki məsafəni istəyir. İndi gəlin 4 saniyədə bunların koordinatlarını tapaq. VK bu T. Bir də XL bərabərdir X0L üstə gəl VL vur T. Deməli, X0K üstə gələk. VK-mız 15, zamanımız 4, bu da edir X0K üstə gələk 60.
x0l üstəgələk v-imiz 5, zamanımız 4. Bu da edir x0l üstəgələk 20-yə bərabərdir. Deməli, mən buradan delta x tapsam, delta x xk xl-dir. Yəni, bunlar tərəf-tərəfə çıxanda, deməli, x0k üstəgələk 60 çıxaq, x0l üstəgələk 20. Buradan da alıram ki, x0k üstəgələk 60 çıxaq, x0l çıxaq 20. Biz də yuxarıda tapdıq ki, x0l-dən x0k-nı çıxanda, burada dəqiqə x0l, xk, burada mənfi, müsbət 10-dur. Bizdə x0k çıxaq x0l-dir. Amma yuxarıda x0l çıxaq x0k-dır. Onda burada x0k çıxaq x0l bərabərdir mənfi 10 yaza bilərəm. Deməli, gətirib burada yerinə yazsam, mənfi 10, üstə gəl 60 çıxaq 20. Bu da edər 30 metr. Deməli, aralarındakı məsafə 30 metrə bərabər olmuşdur. Cavab B bəndidir. 9-cu sual. Sürət zaman qrafikinə əsasən göstərilən hissələrdə maddi nöqtə neçə VT yol getmişdir? Deməli, biz bilirik ki, VT qrafikində fiqurun altında qalan sahə gedilən yol verir bizə. Deməli, buradan S1 taparıq. Burada isə altda qalan fiqurun sahəsindən S2-ni taparıq. Deməli, S1-imiz nəyə bərabərdir? 2 vuraq 2T bərabər 4 VT. Burada nəyə bərabərdir? V-imiz 3V. Zamanımız 2T ilə 4T aralığı 2T. Bu nə edər? 6 VT. Ümumi deyir nəyə bərabər? Sürət zaman qrafikinə əsasən hissələrdən maddi nöqtə. Bəli, ümumini soruşur bizdən. S1 üstə gələk S2. Deməli, S1-i 4 VT tapdıq. S2-ni 6 VT tapdıq. Ümumi də edər 10 VT. Deməli, 10 dənə VT-yə bərabərdir. Cavab D bəndi. Sürət zaman qrafikinə əsasən göstərilən birinci hissədə gedilən yolun, ikinci hissədə gedilən yolun nisbətini istəyir bizdən. Deməli, birinci hissədə gedilən yol. Biz yenə VT qrafikində altda qalan fiqurun sahəsi S1-i tapaq. Deməli, 3V, zamanımız 2T, fiqurumuz düzbucaqlı olduğundan düzbucaqlının sahəsi necə tapılır? A vuraq B ilə tapılır da, uzunluğu N-ə vururuq. Deməli, edir 6VT. İkinciyə baxırıq. İkinci altda qalan fiqurumuz yenə düzbucaqlı. Uzunluğu N-ə vuracağıq. Baxırıq ki, uzunluğumuz V. N-imiz V. Uzunluğumuz 2T ilə 4T arası 2T. Deməli, V-ni vuraram 2T-yə. Deməli, bizdən nə istəyir? Birinci hissədə gedilən yolun, ikinci hissədə gedilən yolun nisbəti. Deməli, S1-in S2-yə nisbətini istəyir bizdən. 6VT-nin 2VT-yə olan nisbəti 3-ə bərabərdir. Cavab D bəndidir. Deməli, 11-ci sual. Cismin yerləşməsinin zamandan asılı qrafiki verilmişdir. Grafikin göstərilən hissələrində cismin sürətləri arasında hansı münasibət vardır? Deməli, V bərabərdir S böl T. Biz buradan görürük ki, S-in T-yə olan nisbəti bizə tangens alfanı verir. Biz bunu düzbucaqlı üçbucağı tamamlasaq, bu bizim S-imizdir də. S-imiz buradır. T-imiz də buradır. Qarşıdakı katetin bitişik katete olan nisbəti tangens alfaya bərabərdir. Yəni, tangens alfa buradan alınır ki, S-in T-yə nisbətdir. Yəni, S-in T-yə nisbəti də sürətdir. Deməli, sürətimiz bizə tangens alfadır. Yəni, bizim bucağımız artanda sürətimiz artacaq, bucağımız azalanda sürətimiz azalacaq. İndi gəlin baxaq. Birinci hissədə bizim bucağımız buradır. Buna yazaq alfa 1. İkinci hissədə bucağımız buradır. Buna yazaq alfa 3. İkinci hissədə bucağımız yoxdur. Yəni, cisim sükunətdədir. Sükunətdə olanda bizim sürətimiz 0-a bərabərdir. Onda şəkildən də görürük ki, alfa 3 alfa 1-dən böyükdür. Biz nə dedik? Alfa artan zaman sürət artar. Alfası böyük olanın sürət də böyükdür. Deməli, V3-ün sürəti V1-dən böyük olacaq. V2-miz isə 0-a bərabər olacaq. C bəndi. İndi gəlin 12-ci suala baxaq. Deməli, 72 km/saat sürətlə hərəkət edən qatar, onu müşahidə edən sərnişinin yanından 10 saniyə keçərsə, qatarın uzunluğu neçə metr olur? Deməli, bizdən metrlə istəyir. Əvvəlcə 72 km/saatı metr/saniyəyə çevirək. 72-ni 3,6-ya bölsəm, edər 20 metr/saniyə. Desəz, bu 3,6 hardan çıxır? 72 km/saat. 1 kilometr 1000 metrdir.
1 saat da 3600 saniyədir. Buradan 3.6'ya nisbəti, yəni buradan alınır ki 720'nin 36'ya nisbəti 20'yə bərabərdir. Yəni qısa şəkildə yadınızda saxlaya bilərsiniz ki, kilometr böl saatdan metr böl saniyəyə keçmək istəyirsinizsə 3.6'ya bölün. Əksinə metr böl saniyədən kilometr böl saata keçmək istəyirsinizsə 3.6'ya vurun. Deməli, qatarın uzunluğu deyir nə qədərdir? Bu bizim qatarımızdır, bu da bizim sərnişinimizdir. Qatar deyir sərnişinin yanından keçəndə, qatar sərnişinin yanına keçəndə bu vəziyyətə gəlir. Yəni bu zaman bizim uzunluğumuz L bərabərdir VT ilə tapılır. 20'ni vuracağıq ona, bu da edəcək 200. Cavab A bəndi. İndi 13'ə baxaq. Ümid 100 metr şərq istiqamətində. Dedikcə qeyd edirik. 100 metr şərq istiqamətində. Hərəkət etdikdən sonra 40 metr şimal istiqamətində. Deməli, 40 metr şimal istiqamətində. Daha sonra 100 metr qərb istiqamətində. Deməli, 100 metr qərb istiqamətində hərəkət edir. O cənub istiqamətində də 20 metr yol gedir deyir. Cənuba da 20 metr yol gedir və dayanır. Şagirdin getdiyi yolun uzunluğu onun yer dəyişməsinin ədədi qiymətindən neçə dəfə çoxdur? Gəlin əvvəlcə yolumuzu təyin eləyək. Yəni elimiz nəyə bərabərdir? 100 üstə gəl 40 üstə gəl 100 üstə gəl 20. Bu da edər 260 metr. Yer dəyişməmizi tapaq. Sağ tərəfə 100 metr gedib, sol tərəfə 100 metr gedib. Bura 100-dən 100'ü çıxarıq sıfırlanır. Yuxarıya 40 metr gedib, aşağıya 20 metr gedib. Deməli bunun yer dəyişməsi 20 metrə bərabərdir. Yazarıq onda yer dəyişməmiz 20 metrə bərabərdir. Deyir neçə dəfə çoxdur? Yol yer dəyişmədən neçə dəfə çoxdur? 13 dəfə çoxdur. Cavab C bəndi. 14-cü suala baxaq. Deməli, sürəti 54 km/saat olan üzgüçü, axın sürəti 5 m/saniyə olan çayın axın istiqamətində K nöqtəsinə L nöqtəsinə 10 dəqiqəyə çatmışdır. Üzgüçü həmin məsafəni neçə dəqiqəyə qayıdır? Deməli, əvvəlcə bu deyir ki, K nöqtəsindən hərəkətə başlayır, L nöqtəsinə gedir. Deməli, üzgüçünün sürəti 54 km/saatdır. Gəlin bunu metr/saniyəyə çevirək. 54'ü 3.6'ya bölək. Bu edir 15 metr/saniyə. Deməli, üzgüçünün sürəti 15 metr/saniyəyə bərabərdir. Deyir, çayın axın istiqaməti. Deməli, bizim çayın axınımız da sağa tərəfdir. Verilənləri yazdıq. Zamanımızı da saniyəyə çevirək. 600 saniyəyə bərabərdir. Deməli, onda S-i tapanda, əgər üzgüçünün istiqaməti ilə axın istiqaməti eyni istiqamətdə olarsa, üzgüçü ilə axınımız eyni istiqamətdə olarsa, onlar toplanır. Deməli, yazarıq V üzgüçü, üstə gələk V axın, vuraq T. Bərabərdir. Üzgüçünün sürəti 15, çayın axınının sürəti 5, zamanımız 600. Bu da edir 20 vuraq 600. 12.000 metr. Deyir ki, indi həmin məsafəni neçə dəqiqəyə qayıdar? Yəni, həmin məsafəni deyir. Neçə dəqiqəyə qayıdar? Bu dəfə üzgüçü geriyə qayıdır. Bu dəfə geriyə qayıdırsa, biz bilməliyik ki, axın istiqaməti sağa tərəf, üzgüçünün istiqaməti sola tərəfdir. Bunlar bir-birinə əks istiqamətdədir. Onda onların sürətləri böyükdən kiçiyə olmaqla çıxılacaq. S bərabərdir. Üzgüçünün sürəti axının sürətindən böyük olduğuna görə üzgüçünün sürətindən axının sürətini çıxırıq, zamana vururuq. Bizdən zamanı istəyir. S bərabərdir V üzgüçü çıxaq V axın. Həmən məsafəni dediyi üçün məsafəmizi götürürük 12.000. Üzgüçünün sürəti 15'dir. Axının sürəti 5'dir. Deməli, 12.000'i bölürük ona. Buradan da alırıq ki, 1200 saniyəyə bərabərdir. Deyir, neçə dəqiqəyə qayıdar? Onda mən həmin 1200 saniyəmi, bir dəqiqəmiz 60 saniyə olduğundan 60'a bölərəm. Taparam ki, 20 dəqiqəyə geri qayıdar. Cavab A bəndi. 15. Futbol topu H1 bərabər 4 metr hündürlükdən yerə düşüb, döşəmədən sıçrayır, 3 metr hündürlüyə qalxır, yenidən düşüb 2 metr hündürlükdə tutulur. Topun yol və yer dəyişməsini təyin edirik. Gəlin topumuzu çəkək. Bu bizim topumuzdur. Topumuz deyir ki, əvvəlcə, deməli, topumuzu çəkdik. Topumuz deyir, əvvəlcə düşür. Düşür. 4 metr hündürlükdən düşür, yerə dəyir. Deməli,
yerə dəyir. Aha, yerə dəyir, sonra sıçrayır yuxarı. Nə qədər yuxarı? Aha, H2. 3 metr yuxarıya sıçrayır. 3 metr yuxarıya sıçradı. Gəlin yazaq buna. H2 bərabərdir 3 metr. Deməli, əvvəl düşdü aşağı, daha sonra yuxarıya qalxdı. Sonra hündürlüyə qalxır, yenidən düşür. Deməli, yenidən düşür bu. Düşür, gəlir 2 metr hündürlükdə. Baxın burada. Deməli, bu düşür aşağı. Düşür, düşür, düşür. Təzədən geriyə qayıdır. Gəlir burada 2 metr hündürlükdə tutulur. Deməli, aşağı düşür. Qalxır burada 2 metr hündürlükdə tutulur. Deməli, uşaqlar, bura diqqətlə baxın. Burada 2 hal mümkündür. Niyə görə 2 hal mümkündür? Burada demir əslinə qalsa, yenidən düşür, hündürlükdə tutulur deyir. Bu demir əslinə qalsa, yerə dəyir, qayıdır, hündürlükdə tutulur. Ona görə burada iki hala baxacağıq. Çünki desəydi yerə düşüb qalxır tutulur, onda bu dediyimiz qaydada şəkli çəkdiyim kimi düşüb qalxdığı yola baxacağıq. Əgər şərti bu şəkildə veribdirsə, bu şəkildə də cavabı almalıyıq. Yəni bu düşür, qalxır, düşəndə kimsə burada bir adam var. Yəni burada bir adam var. Həmin adam əllərini uzadır göyə. O topu tutur orada. İndi baxaq. Deməli, yolumuzu təyin edək. Yolumuz L nəyə bərabər? 4 metr düşür. 4 metr hündürlükdən düşür. 3 metr hündürlüyə sıçrayır. Sonra geriyə qayıdır. Nə qədər geriyə qayıdır? 3 metr geriyə qayıdır. Daha sonra 2 metr aşağı düşür. Ümumi edir 12 metr bizim yolumuz. Yer dəyişməmiz isə başlanğıcdan son olan hissəmizdir. Bu da 2 metrə bərabərdir. Ümumi 4. Buradan bura olan hissə. Gözləyin. Ümumi bu hissəmiz 4. Buradan bura qədər olan hissəmiz 2. Deməli bu hissəmiz 4-dən 2-ni çıxırıq 2-yə bərabərdir. Deməli, yer dəyişməmiz də S bərabərdir 2 metrə. Cavab B bəndi. Amma bayaq dediyim qaydada. Deməli, həmin şəxs əllərini qaldırıb göydə tutursa, bu zaman bizim yolumuz 4 üstə gələk, 3 üstə gələk, 1-ə bərabərdir. Şərtdə biraz nöqsan var. Çünki burada yerə düşüb qalxır demir. Düşüb qalxır deyəndə cavabımız budur. Amma yenidən düşür deyir, 2 metr hündürlükdə tutur. Bəlkə bu düşən momenti uşaq bunu göydə tutur. Biraz boşluq var sualda. İndi 16-ya baxaq. Cismin getdiyi yolun bu yola sərf olunan zamana nisbəti. Cismin getdiyi yolun bu yola sərf olunan zamana olan nisbəti bizə sürəti verir. Deməli, yola görə orta sürət. Deməli, 17. V bərabər 5 metr bölü saniyə sürətlə hərəkət edən velosipedçi A nöqtəsindən B nöqtəsinə minimum nə qədər müddətdə çatar? Yollar perpendikulyardır və onlar arasındakı məsafə 120 metrə bərabərdir. Deyir ki, A nöqtəsindən B nöqtəsinə gəlir, A nöqtəsindən B nöqtəsinə gəlir. Minimum nə qədər müddətdə çatar? Yəni, T-ni istəyir bizdən. Getdiyimiz yolumuzu təyin edək. Deməli, bu gəlin baxaq. Bax, belə gedib, belə gəlib, belə getsə, deməli 1, 2, 3, 4, 5. Başqa yolla baxaq. Belə gedib, belə gələ bilər. 1, 2, 3, 4, 5. Yenə 5 getdi. Belə gəlib, belə də gələ bilər. 1, 2, 3, 4, 5. Yəni, hansı halda baxırsınız, baxın, hər dəfə bunun qət etdiyi məsafə 5D-yə bərabərdir. 5D-yə bərabərdir. Sürətimiz də V-dir. 5, D-mizi verib bizə 120, V-mizi də verib bizə 5. Bunlar ixtisar gedəndə 120 saniyəyə bərabərdir. 1 dəqiqəmiz 60 saniyədir. Onda 120-ni 60-a bölərik. 2 dəqiqə şəklində taparıq. Cavab A bəndi. Deməli, 18, 30 metr bölü saniyəni kilometr bölü saatla ifadə edək. Mən nə dedim? Dedim, metr bölü saniyədən kilometr bölü saata keçmək üçün 30-u 3.16-ya vuraram.
3 dəfə 3 dəfə 6-nın 18, bir yadda 3 dəfə 3-ün 9, bir də yadda 10, sıfırımızı da yazdıq. Vergüldən sonra bir rəqəm var. Deməli cavabımız edir 108. 19 600 metr böl dəqiqədir. Bizə deyir kilometr böl saatla ifadə elə. Deməli biz bilirik ki 1 kilometr 1000 metrdir. Onun əksi onda 1 metr 10 üstü mənfi 3 kilometrə bərabərdir. Yazaraq 10 üstü mənfi 3. Dəqiqəni saniyəyə çevirək. Deməli, biz bilirik ki, 1 dəqiqəmiz, 1 saatımız 60 dəqiqədir. Deyir ki, dəqiqə ilə ifadə edə. Dəqiqəmizi də bilmirik nə qədərdir. Onda dəqiqənin yerinə nə yazarıq? 1 bölək 60. Bu da bərabərdir 36,00 vuraq 10 üstü mənfi 3. O da bərabərdir 30. Bir dəqiqə, sıfırın birini burada unutdum. 3 dənə sıfırdır. Deməli, bu 3 dənə sıfırla bu 3 dənə sıfır bir-birini aparar. 36-ya bərabərdir. Cavab A bəndi. Sualtı savaş gəmisi suda 50 mil böl saat sürətlə hərəkət edir. Onun sürətini kilometr böl saatla ifadə edin. 50 mil uşaqlar 1,6 kilometr deməkdir. Deməli 50-ni vurarsınız. Milimiz 1,6 kilometr deməkdir. 50-ni vurarsınız 1,6-ya. 0, 5 dəfə 6-nın 33 yadda 8, deməli 80 kilometr böl saata bərabərdir. 21-ci suala baxaq. 18 metr böl saniyə sürətlə hərəkət edən velosipedçi müəyyən yolu 15 dəqiqəyə gedir. 15 metr böl saniyə sürətlə hərəkət edən velosipedçi həmin yolu neçə dəqiqəyə gedər? Deməli, gəlin əvvəlcə S bərabərdir VT ilə gedilən yolu tapaq. Baxırıq ki, sürətdə saniyədir, amma bizə dəqiqə ilə verib, onda bunu saniyəyə çevirərik. Deməli, bu da edər 900 saniyə. V-imiz 18, T-imiz 900. Mən bunu vurmuram, qalsın belə. Deyir, həmin yolu neçə dəqiqəyə gedər? T bərabərdir S böl V. S-imiz 18 vuraq 900, V-imiz də 15-dir. Buradan 3-ə ixtisar aparsam 5, 3-ə ixtisar aparsam 6, 5-ə ixtisar aparsam 1, 5-ə ixtisar aparsam 1, 8, 0. Aha, verilənləri də vursam 18 bir yadda. Aha, 10.080. Deməli, deyir, neçə dəqiqəyə? Mən saniyəyə çevirmişdim. Onda bunu 60 dəqiqəyə bölərəm. 60 dəqiqəyə böləndə 1, 8. Deməli, 18 dəqiqəyə bərabərdir. Cavab C bəndi. İndi keçək 23-cü suala. Qarşı-qarşıya hərəkət edən iki avtomobil arasındakı məsafə hər saniyədə 6 metr, 51 bərabər 6 metr azalır. Əgər avtomobillər eyni istiqamətdə hərəkət etsəydə, aralarındakı məsafə hər saniyədə artardı. Kiçik sürətlə hərəkət edən cismin sürəti neçə metr böl saniyə olar? 22 burada qalıb, üzrü sayın. 22-yə baxaq. Aşağıdakı nəqliyyat vasitələrindən hansı eyni zaman anında daha çox yol gedər? Aha. Deməli, əvvəlcə gəlin Mercedesin sürətini tapaq. Deməli, Mercedesin sürəti 72 km böl saatdır. Mən bunu metr böl saniyəyə çevirsəm, 3,6-ya bölərəm, 20 metr böl saniyə edər. Sonra avtobusun sürətini tapaq və avtobus bərabərdir. Avtobusun sürəti özü metr böl saniyə ilə verib, hazır. Tramvayın sürətini tapaq. Tramvayın sürəti 600 metr böl dəqiqədir. Aha, onda yazarıq 600, bir dəqiqəmiz 60 saniyə. Buradan da alarıq ki 10 metr böl saniyədir. Deməli, sonra RAV-ın sürətini tapaq. RAV-ın sürəti VRAV bərabərdir 3 kilometr böl dəqiqə. 1 kilometr 1000 metr, 1 dəqiqə 60 saniyə. Sıfırlar getdi, 3 ixtisar 1, 3 ixtisar 2. Buradan da aldıq 50 metr böl saniyə. Deməli, deyir ki, eyni zaman anda daha çox yol gedər. Biz bilməliyik ki, T zamanımız eynidirsə, S bərabərdir VT ifadəsinə görə V-si böyük olan S-i böyükdür. Yəni, RAV-ın sürəti böyük olduğundan getdiyi yolda çox olacaq.
Hə, 23 şərtini oxuduq bayaq. Deməli burada nədir? Bu sürət dəyişmələridir uşaqlar. Hər saniyədə sürətlər eyni qədər azalır, eyni qədər artır. Deməli, azalırsa onda V1 üstəgəl V2 bərabərdir 6. Çünki qarşı-qarşıya hərəkət edib. Qarşı-qarşıya hərəkətdə sürətlər toplanılır. Əgər avtomobillər eyni istiqamətdə hərəkət etsə, sürətlər çıxılır və aralarındakı məsafə eyni qədər artır. Deməli 2-yə bərabərdir. Mən bunları tərəf-tərəfə toplasam, sistem tənlik kimi 2V1 alaram. V2 ilə V1 biri müsbət, biri mənfi çıxılar. 6 ilə 2-ni toplasam 8. Buradan da V1-in 4-ə bərabər olduğunu tapıram. Bu V1-i bu tənliklərdən birinə gətirib hansınısa yerinə yazsam, V2-ni taparam. V2-ni də tapdım ki, 4/2 2-yə bərabər. Deyir ki, kiçik sürətlə. Kiçik sürətlə biri 4-dür, biri 2-dir. Deməli, kiçik sürətimiz 2-yə bərabərdir. Uzunluğu 50 metr olan bir qatar 200 metr uzunluğunda tunelə sürətlə daxil olur. Qatar neçə saniyə tunelə tam daxil olur? Gəlin əvvəlcə metr böl saniyə keçək. 3,6-ya böləndə 10 metr böl saniyə olar. Deməli, uzunluğu 50 metr olan qatar. Verilənlərə baxaq. Özü yazılıb, bəli. Tunelə deyir, tam daxil olar. Tunelə tam daxil olarsa, qatarın ön ucunu götürək. Qatarın uzunluğu 50 metrdir. Tunelə tam daxil olanda, burada daxil olur. Biz demişdik ki, ön ucdan ön uca qədər olan məsafə ilə hesablamamızı aparırıq. Deməli, qatar 50 metrdirsə, deməli 50 metr qədər içəri daxil olub. Deməli, T'imiz nəyə bərabərdir? S böl V'yə bərabərdir. S'imiz 50, V'imiz də ki, şərtdə verib 10. 50-ni 10-a bölərik 5 saniyə. Deməli, cavab A və D. Hər ikisində 5 var. Çox gözəl. 25-ci sualımıza baxaq. Şəkildə sürətləri verilən minik avtomobilləri arasındakı məsafə 100 metr olduqda məlumdursa, birinci cismin ikinci cismə çatana qədər vertolyot neçə metr yol gedər? Birinci avtomobillə vertolyotun eyni bir şargülü xətt üzərində olduğunu qəbul edin. Bəli. Deməli, əvvəlcə biz T'mizi tapaq. T bərabərdir S böl V nisbi. Deməli, bizim onların arasındakı biri mənfi çıxılar. 6 ilə 2-ni toplasam 8. Buradan da V1-in 4-ə bərabər olduğunu tapıram. Bu V1-i bu tənliklərdən birinə gətirib hansınısa yerinə yazsam, V2-ni taparam. V2-ni də tapdım ki, 4/2 2-yə bərabər. Deyir ki, kiçik sürətlə. Kiçik sürətlə biri 4-dür, biri 2-dir. Deməli, kiçik sürətimiz 2-yə bərabərdir. Uzunluğu 50 metr olan bir qatar 200 metr uzunluğunda tunelə sürətlə daxil olur. Qatar neçə saniyə tunelə tam daxil olur? Gəlin əvvəlcə metr böl saniyə keçək. 3,6-ya böləndə 10 metr böl saniyə olar. Deməli, uzunluğu 50 metr olan qatar. Verilənlərə baxaq. Özü yazılıb, bəli. Tunelə deyir, tam daxil olar. Tunelə tam daxil olarsa, qatarın ön ucunu götürək. Qatarın uzunluğu 50 metrdir. Tunelə tam daxil olanda, burada daxil olur. Biz demişdik ki, ön ucdan ön uca qədər olan məsafə ilə hesablamamızı aparırıq. Deməli, qatar 50 metrdirsə, deməli 50 metr qədər içəri daxil olub. Deməli, T'imiz nəyə bərabərdir? S böl V'yə bərabərdir. S'imiz 50, V'imiz də ki, şərtdə verib 10. 50-ni 10-a bölərik 5 saniyə. Deməli, cavab A və D. Hər ikisində 5 var. Çox gözəl. 25-ci sualımıza baxaq. Şəkildə sürətləri verilən minik avtomobilləri arasındakı məsafə 100 metr olduqda məlumdursa, birinci cismin ikinci cismə çatana qədər vertolyot neçə metr yol gedər? Birinci avtomobillə vertolyotun eyni bir şargülü xətt üzərində olduğunu qəbul edin. Bəli. Deməli, əvvəlcə biz T'mizi tapaq. T bərabərdir S böl V nisbi. Deməli, bizim onların arasındakı məsafəni bizə 100 metr verib. Nisbi sürət. Baxırıq ki, hər ikisi eyni istiqamətdə hərəkət edir. Hər ikisi eyni istiqamətdə hərəkət edirsə, nə edirik? Sürəti böyük olandan sürəti kiçik olan çıxırıq. 100-ün 20-yə nisbəti, bu da edir 5 saniyə. Deyir ki, vertolyotun getdiyi yolu tapaq. S vertolyot onda V vur T'yə bərabərdir. Vertolyotun sürəti nə qədərdir? 120. Həmən zamanda da nə edər? 0, 11 ya da 600. 600 metrə bərabərdir. 26. Ay nə zaman maddi nöqtə kimi qəbul edilə bilər?
Kosmik gəmi ayın üzərinə düşdükdə. Xeyr. Burada gəmidir. Bu bizim ayımızdır. Gəmi gəlir üstünə düşür. Yəni ölçüləri nəzərə ala bilirik. Ay getdi. Ayın yer ətrafında orbit üzrə hərəkət sürətini hesabladıqda, bəli, burada maddi nöqtə kimi qəbul edirik. Ayda kosmonavtın sürətini təyin etdi. Bu aydır. Orada kosmonavtımız var. Yəni ay burada maddi nöqtə kimi hesablanılmır. Ayda temperatur ölçdükdə, bəli, bu ayda olanda ona maddi nöqtə kimi baxmırıq. Bunlar səhvdir. Cavab B bəndi. 27. Uzunluğu 50 metr olan bir qatar, 200 metr uzunluğunda tunelə 36 km/saat sürətlə daxil olur. Yenə bunu gəlin metr/saniyəyə çevirək. 3,6-ya böləndə 10-a bərabərdir. Deyir ki, qatarın ön hissəsi tunelin arxa hissəsində olar. Yəni qatarın ön ucunu qeyd edək. Tunelin arxa ucunda olsun deyir. Görüntünü çəkdik. Biz nə demişdik? Ucdan uca hesablamamızı aparaq. Deməli, bizim T'miz S böl V-yə bərabərdir. Yolumuz nə qədərdir? Öndən, yəni ön uca qədər olan hissə. Deməli, 200-ün ona olan nisbətinə bərabər olacaq. 20-yə bərabərdir. Velosipedçi bir məntəqədən digərinə 10 km/saat sürətlə gedir və 8 km/saat sürətlə qayıdır. O bu yola 1,8 saat sərf edərsə, məntəqələr arasında neçə metrdir? Məsafəmiz neçə metrdir? Deməli, əvvəlcə gəlin T1 bərabərdir S böl V1, T2 bərabərdir S böl V2. Bunları qeyd edək. Onların deyir ki, gedib qayıtmağa sərf etdiyi zaman, yəni T1 ilə T2-nin cəmi 1,8 saata bərabərdir. Bu verilənləri gətirim burada yerinə yazım. Yazım S-in V1-ə nisbəti üstə gələk. S-in V2-yə nisbəti bərabərdir 1,8. S-imiz qalsın. V1-imiz 10-dur. Digər V-imiz 8-dir. Zamanımız da 1,8-dir. Buradan biz bunlara hər ikisini gəlin 80-ə vuraq. Məxrəclərdən azad olaq. Bunu birincini 80-ə vursam 8S, ikincini 80-ə vursam 10S, bunu da 80-ə vursam 1,8 vuraq 80-ə bərabər. Bunları toplasam 18S, 1,8 vuraq 80. S də bərabərdir 1,8 vuraq 80 bölək 18. Deməli 18-ə ixtisar aparsam 1, 18-ə ixtisar aparsam 0,1. 0,1-i 80-ə vuranda cavab 8 edir. Deməli biz bunu tapdıq 8 kilometr. Deyir ki, neçə metrdir? Bu da 1 kilometr 1000 metr olduğundan 8000 metrə bərabərdir. Cavab C bəndi. 29. V bərabərdir 10 metr/saniyə sürətlə hərəkət edən sərnişin qatarın maşinisti qarşıdan gələn L bərabər 250 metr uzunluqlu yük qatarının onun yanından 10 saniyə müddətində keçdiyini müşahidə etmişdir. Yəni, yük qatarının neçə km/saat olduğunu istəyir bizdən. Bu bizim sərnişin qatarımız olsun. Sərnişin qatarımızın sürəti 10 metr/saniyəyə bərabərdir. Qarşıdan deyir, digər qatar gəlir. Yük qatarı gəlir. Bu da yük qatarının sürəti olsun. Yox, sürətini istəyir bizdən, bəli. Onlar arasında yük qatarının, qarşıdan gələn yük qatarının uzunluğunu da verir bizə. L bərabərdir 250 metr. 10 saniyə müddətində keçdiyi müşahidə olunur. Deməli, gəlin biz x oxumuzu, şərti bu istiqamətdə seçək. Seçdim ki, mənim x oxum şərti olaraq bu tərəfədir. Deməli, nisbi sürətlər kimi baxsaq, yük qatarının, sərnişin qatarına nəzərən sürətini tapsam və yük qatarından və sərnişin qatarının sürətini çıxaram. Deməli, yük qatarının sürətini mən bilmirəm. Sərnişin qatarı, baxıram ki, yük qatarı x oxu istiqamətində hərəkət edib, sərnişin qatarı x oxunun əksinə hərəkət edir. Onda çıxaq, mənfi V sərnişin qatarı olur. Yəni, bunlar əks istiqamətdə hərəkət eləyirlərsə, deməli, bunların sürətləri toplanır. Və yük qatarının sərnişinə nəzərən sürəti bərabərdir. Yolumuz 250, zamanımız 10-dur. Buradan aldıq ki, yük qatarının sərnişin qatarına nəzərən sürəti 25 metr/saniyəyə bərabərdir. Bəli. Deməli, veriləni gətirib, mən yuxarıda bu düsturda yerinə yazsam, 25 bərabərdir. Yük qatarının sürətini bilmirəm.
Sərnişin qatarının sürətini də bizə 10 veribdir. Mən buradan yük qatarının sürətini taparam ki, 15-ə bərabərdir. 15 metr bölü saniyə. Mənə deyir neçə kilometr bölü saatdır. Mən demişdim ki, kilometr bölü saata keçmək üçün 3,6-ya vurun. 15-i 3,6-ya vuraq. 3 dəfə 5'in 15, bir yadda 0, 4, 5. Deməli 54. 54 kilometr bölü saatdır. Cavab D bəndi. Deməli, maddi nöqtə ABCD'yi trayektoriyası üzrə hərəkət etmişdir. Onun getdiyi yol yer dəyişmədən neçə dəfə çoxdur. Deməli, A nöqtəsindən başlayır, B-yə gəlir, sonra C-yə, sonra D-yə, sonra Y-yə. Getdiyimiz yolu hesablayanda yol bərabərdir 40, üstəgəl 10, üstəgəl 10, üstəgəl 30-a bərabərdir. Bu da edər 90 metr. Yer dəyişməni tapanda isə biz bilirik ki, başlanğıc və son nöqtələri birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Deməli, bu bizim yer dəyişməmizdir. S yer dəyişməmiz. Bizdən bunu istəyir. Deməli, gəlin bu hissəni çəkək. Biz bunu düzbucaqlı üçbucağa tamamlayaq. Düzbucaqlı üçbucağa tamamlayandan sonra baxırıq ki, bu hissəmiz 10'dur. Onda burada 10'dur. Mən bu hissəni onda tapa bilərəm. 40-dan 10'u çıxaram, edər 30 metr. Deməli, bu hissəm 30 metrdir. Bu hissəm 30 metr, bu hissəm də qarşı tərəfdə 10 metr olduğundan burada 10 metrdir. Ümumi nə edir? Ümumi edir 40 metr. Deməli, düzbucaqlı üçbucaq aldıq. Düzbucaqlı üçbucağın bu tərəfi 30, bu tərəfi 40. Burası da bizə sual. Hipotenuzun kvadratı katetlərin kvadratları cəminə bərabərdir. Yəni, S bərabərdir kök altda 30'un kvadratı üstə gələk 40'ın kvadratı. Bu da edir 900 plus 1600. Yəni kök altda 2500. Bundan da 50 çıxır. Cavab D bəndi. Neçə dəfə çoxdur deyir. Deməli yolumuzu tapdıq 90, yer dəyişməmizi tapdıq 50. L S-dən neçə dəfə çoxdur? 90'ı bölək 50-yə 1,8 dəfə böyükdür. 31. Uzunluğu 50 metr olan bir qatar 200 metr uzunluqdakı tunelə 36 km/s sürətlə daxil olur. Buna görə qatar neçə saniyə tuneli tərk edər? Gəlin əvvəlcə tuneli tərk etdiyini qeyd edək. Tuneli tərk edəndən sonra burada olmalıdır da. Tunelin ön ucu, qatarın ön ucu, qatarın bu ön ucu. Deməli biz yolumuzu təyin edəndə buradan bura qədər olan məsafəni götürəcəyik. Neçə saniyə tərk edər deyir. S bölək V. Deməli gəlin əvvəlcə bunu metr bölü saniyəyə çevirək. Deməli, qatarın uzunluğu şərtdə özü bizə verib nə qədərdir? 50'dir. Tunelin uzunluğu nə qədərdir? 200. Onda mən nə yazaram? 200 üstə gələk 50 bölək 10. Bu da edir 250'ni 10'a böləndə 25. Cavab A bəndi. Cismin düzxətli bərabər sürətli hərəkəti zamanı sürətin. Biz bilirik ki, düzxətli bərabər sürətli hərəkətdə V sabitdir. Yəni bu deməkdir ki, cismin qiyməti və istiqaməti sabit qalır, dəyişmir. 33. Liflə binanın 7-ci mərtəbəsindən 3-cü mərtəbəsinə düşən və 5-ci mərtəbəsinə qalxan uşağın getdiyi yol neçə metrdir? Deməli, uşaq 7-ci mərtəbədədir. 3-cü mərtəbəyə düşür. 6, 5, 4, 3. 3'ə düşdü. Əvvəlcə 3'ə düşdü. Sonra deyir 5-ci mərtəbəyə qalxır. Deməli, neçə metr yerini dəyişib? Deməli, 7-dən 3'ə düşübdüsə 4 metr yol gedir. 4 mərtəbə yol gedib. Ondan sonra 5'ə qalxıbdırsa, deməli 2 mərtəbə də burada yerini dəyişib. Ümumi olaraq neçə mərtəbə yer dəyişimi edib? 6 mərtəbə yer dəyişimi edib. Deyir ki, hər mərtəbənin hündürlüyü 4 metrdir. Bir mərtəbə 4 metrdirsə, 6 mərtəbəmiz 24 metrə bərabər olacaq. Cavab C bəndi. 34. Liflə binanın 2-ci mərtəbəsindən 8-ci mərtəbəsinə qalxan və 4-cü mərtəbəsinə düşən uşağın yer dəyişməsi neçə metr olar? Bu dəfə yer dəyişməni istəyir bizdən. Deməli, 2-ci mərtəbədən, gəlin 2-dən başlayaq saymağa. 2, 3, 4, 5, 6, 7, 8. Deməli, 2-ci mərtəbədən 8-ci mərtəbəyə qalxır bu uşaq. Sonra 4-cü mərtəbəyə düşür. 7, 6, 5, 4. Sonra bura 4-cü mərtəbəyə düşür. Deyir, yer dəyişməsi neçə metr olar? Biz bilirik ki, yer dəyişmə başlanğıc və son nöqtələri birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Yəni, bunun yer dəyişməsi 2 mərtəbə olar.
yer dəyişməsi 2 mərtəbə olarsa, şərtdə də deyir ki, hər mərtəbənin hündürlüyü 6 metrdir. Onda 2 mərtəbənin hündürlüyü 2-ni vurarıq 3-ə, bərabər edər 6 metr. Deməli, bunun yer dəyişməsi 6-ya bərabərdir. İndi baxaq o bir sualımıza. Eyni istiqamətdə hərəkət edən Raul və Arda eyni nöqtədən uyğun olaraq 36 km/saat və 18 km/saat sürətlə hərəkət edirlər. Neçə saniyə onlar arasındakı məsafə 100 metr olar. Gəlin, yolumuzu çəkək. Deməli, eyni istiqamətdə hərəkət edir. Bu bizim olsun Ardamızın sürəti. Bu da bizim olsun Raulumuzun sürəti. Bunlar eyni istiqamətdə hərəkət edirlər. Eyni istiqamətdə hərəkət edəndə nə dedik? Nisbi sürətimiz nəyə bərabərdir? Onların sürətləri fərqinə bərabərdir. Əvvəlcə gəlin bunları metr/saniyə ilə əvəz edək. Deməli, bu 10, 18, 36-nın yarıdırsa, deməli, bu da 5 metr/saniyədir. Sürəti böyük olandan kiçik olanı çıxırıq. Deməli, Raulun sürətindən Ardanın sürətini çıxacaq. Ondan 5-i çıxacaq, eləyəcək 5. Zamanı da tapmaq üçün S-nin V-yə nisbətinə bərabərdir. S-imizi 100 verib, V-mizi də tapdıq 5. Deməli, 20. 20 saniyə vaxt lazım idi bizə. Axın sürəti 5 metr/saniyə olan çayda. Gəlin yazaq. Axın sürəti 5 metr/saniyə olan çayda. Sürəti 10 metr/saniyə olan yaxtanın. Deməli, bu da yaxtanın sürətidir. 10 metr/saniyə. Yaxta 10 dəqiqə axın istiqamətində hərəkət edir. 10 dəqiqədə axının əksinə hərəkət edir. Deməli, biz nə dedik bayaq? Dedik ki, axın istiqamətində hərəkət edəndə sürətlər toplanılır, zamana vurulur. Gəlin, əvvəlcə dəqiqəmizi saniyəyə çevirək. Çünki metr/saniyə verib sürəti, ona görə saniyəyə çevirək. Eyni istiqamətdə hərəkət edəndə sürətlər toplanılır. 15 vuraq 600, bu da bərabərdir 900. 9000. S2-ni tapsaq, sonra deyir, əks istiqamətdə hərəkət edir. Biz dedik ki, sürəti böyük olandan, sürəti kiçik olanı çıxırıb, zamana vuracaq. 10-dan 5-i çıxırıq 5, 600-ə vururuq. Bu da edir 3000. Deməli, deyir ki, yaxın neçə metr yol gedər. Ümumi yolumuzu tapmaq üçün S1-dən S2-ni toplayacaq. Deməli, 9000-in üstünə 3000 gələcək. Bu da edəcək 12000 metr. Bizdən cavabı kilometrlə istəyir deyə, bu da edir 12 kilometr. Cavab C bəndi. 37. Sürəti 5 metr/saniyə olan qayıq 3050 dəqiqə axın istiqamətində 50 dəqiqə axına qarşı üzür. Aha, deyir ki, sürəti 5 metr olan qayıq. Deməli, bu bizim olsun çayımız. Bu bizim olsun qayığımız. Qayığımızın sürətini bizə verib 5 metr/saniyə. 50 dəqiqə axın istiqamətini üzür. 50 dəqiqə axına qarşı. Bayaqki məsələmiz kimidir. Çayın axın sürəti də olsun 1 metr/saniyə. Deməli, axın istiqamətindədirsə S bərabərdir V qayıq üstə gələk V axın vur T. Axının əksinədirsə V qayıq çıxaq V axın vur T. Deməli, əvvəlcə gəlin dəqiqələri saniyəyə çevirək. 50-ni vuraq. 60. 1 dəqiqəmiz 60 saniyədir. 30. 2 dənə də 0. Aha. Deməli, qayıq 5, axın 1, zaman 3000. Bu da edir 6-nı 3-ə vuranda 18. Aha, tapdıq bu qədər. Bunu da gəlin yazaq 18 kilometr bir dəfəlik. Çünki bizdən kilometrlə istəyir cavabı. 5 çıxaq 1 vuraq 3000. Bu da edir 4-ü 3-ə vuranda 12, 0, 0, 0, aha 12000. Bu da edir 12 kilometr. Deyir ki, yer dəyişmə neçə kilometrdir? Bizdən yer dəyişməni istəyir. Bu elə bir ki, gedir 18 kilometr. Sonra qayıdır 12 kilometr. Yer dəyişmə nədir? Başlanğıc və son nöqtələri birləşdirən istiqamətlənmiş düz xətt parçası. Onda bizim yer dəyişməmiz baxın bu hissədir. Yəni S tapmaq üçün 18-dən 12-ni çıxacaq. 6 kilometrə bərabər. Cavab C bəndi. Hansı ifadələr doğrudur? Düz xətli hərəkətdə yol yer dəyişməyə bərabərdir. Bəli, düz xətli hərəkətdə düz xətli hərəkət edirik. Cisim buradan bura qədər gəlib tutalım.
Bunun yolu da buradır, yer dəyişməsi də buradır. Çünki yol getdiyi məsafə yer dəyişmə başlanğıc son nöqtəni birləşdirən istiqamətlənmiş düz xətt parçası bərabərdir. Əyri xətli hərəkətdə yol yer dəyişmədən kiçikdir. Gəlin bir dənə əyri xətli çəkək. Bu bizim yolumuzdur. Trayektoriyanın uzunluğu yoldur. Bu bizim yolumuzdur. Yer dəyişmə isə başlanğıc son nöqtələri birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Bu da bizim yer dəyişməmizdir. Xeyr, yol yer dəyişmədən heç vaxt kiçik ola bilməz. Düzxətli bərabər sürətli hərəkətdə yola görə orta sürət yer dəyişməyə görə orta sürətdən böyük ola bilər. Xeyr, biz dedik ki, düzxətli bərabər sürətli hərəkətdə yol yer dəyişməyə bərabərdir. Bərabərsə deməli yola görə orta sürətimiz yer dəyişməyə görə orta sürətimizə bərabərdir. Yer dəyişməyə görə orta sürətimizə bərabərdir. Düzxətli bərabər sürətli hərəkətdə yola görə orta sürət yer dəyişməyə görə orta sürətə bərabərdir. Bəli, indi dedik. Əyri xətli hərəkətdə yola görə orta sürət yer dəyişməyə görə orta sürətdən böyükdür. Bəli, çünki dedik ki, yol yer dəyişmədən böyükdür. Böyüksə deməli sürət də böyükdür. Yer dəyişmə skalyar kəmiyyətdir. Xeyr, yer dəyişmə vektorial kəmiyyətdir. İstiqaməti var. Deməli cavabımız oldu 1, 4, 5. Cavab D bəndi. 39-cu suala baxaq. Cismin yola görə sürəti 134 km/saat. Yer dəyişməyə görə orta sürəti bu qədərdir. 108 km/saatdır. Yer dəyişmənin modulu 0,6 km olsa cismin getdiyi yol neçə metrə bərabərdir? Gəlin əvvəlcə biz düsturlarımızı yazaq. Orta sürətimiz yola görə orta sürətimiz. Gəlin belə yazaq. Yola görəni L-lə qeyd eləyək. L-in yer dəyişməyə görə olanı isə S-lə qeyd eləyək. Aha. Onda yola görə orta sürətimizi yer dəyişməyə görə orta sürətə bölə bilərik. Yola görə orta sürəti bölək, yer dəyişməyə görə orta sürətə tərəf-tərəfə bölürəm. Bu zaman L-in S-ə olan nisbətinə bərabərdir. Deməli, cavab bizə kilometrlə verir deyə bunları metr bölü saniyəyə çevirməyə ehtiyac yoxdur. Yola görə orta sürətimizi 144 verib, yer dəyişməyə görə orta sürətimizi 108 verib, yolu istəyir bizdən, yer dəyişməni də 0,6 kilometr verib. Mən buradan L-i tapa bilərəm. 144 vuraq 0,6 bölək 108. Deməli, buradan X-i tapaq görək. D bərabərdir. Bunu 2'ye bölərəm 54. Bunu 2'ye bölərəm 0,3. Bunu 2'ye bölərəm 27. Bunu 2'ye bölərəm 72. Deməli 9'a bölünür 3. 9'a bölünür 8. 3'e bölünür 1. 3'e bölünür 0,1. Deməli 8 0,1'e vuranda 0,8. Cavab D bəndi. Hansı ifadələr doğrudur? Yer dəyişməyə görə orta sürət hərəkət istiqamətini göstərir. Bəli. Yola görə sürət yer dəyişməyə görə sürətin qiymətindən kiçikdir. Xeyr. Dedik ki, yol yer dəyişmədən böyüksə sürət də böyük olmalıdır. Ölçü lenti və saniyə ölçəndən istifadə edərək yola görə sürəti ölçmək olar. Bəli. Sürət Sürət V bərabərdir S bölü T-dirsə, xəttkeşdən və saniyədən istifadə edərək orta sürəti, yola görə sürət təyin edə bilərik. Əyri xətli hərəkətdə yer dəyişməyə görə sürət və sərf olunan zamanı bilməklə yolu hesablamaq olar. Xeyr. Yalnız yolun uzunluğunu bilməklə bu yola sərf olunan zamanı hesablamaq olar. Xeyr. Yolun uzunluğunu bilməklə zamanı necə hesablaya bilərik? Sürət olmasa mən nətər hesablayım? Deməli, cavab 1-3. D bəndi. Aha. Divar saatının saniyə əqrəbinin uc nöqtəsindən saniyə əqrəbi boyunca hərəkət edən qarışqanın hərəkət trayektoriyası hansı şəkildə olar? Deyir ki, bu saniyə əqrəbimizdir də. Saniyə əqrəbi hərəkət edir də. Saniyə əqrəbi buradadır. Zaman keçdikcə belə-belə, yəni bu hərəkət edir. Belə fırlanır da, belə fırlanır. Bu da fırlandıqca qarışqa onun üstünə belə çıxır. Deyir ki, onun hərəkəti necə olur? Məsələn, bu bura gələndə qarışqa burada olacaq. Bura gələndə məsələn qarışqa burada olacaq. Bura gələndə burada olacaq. Bura gələndə dibdə olacaq. Yəni görürsüz, əvvəl belə idi, belə fırlanır, balacalaşır. Yəni bu. Zaman keçdikcə fırlanır, tən ortaya doğru gəlir. Cavab C bəndi. 42. Hansı cismin hərəkət trayektoriyası düz xətlidir? Düz xətli. 10-cu mərtəbədən şaqlı aşağı atılmış top. Bəli, bura 10-cu mərtəbədir. Topu aşağıya doğru atırıq belə. Görürük ki, düz xətt boyunca hərəkət edir. 1 doğrudur.
Aha. Üfüqə bucaq altında atılmış top. Yəni topdur, bu üfüqə müəyyən bir bucaq altında atılır. Yəni o gəlib belə düşür, bu düz xətt boyunca hərəkət eləmir, səhvdir. Topdan atılan mərmi. Bu da eyni qayda. Topdan atılan mərmi düz xətt boyunca getmir. Şaquli yuxarı atılmış daş, bəli, şaquli yuxarı atılmış daş düz xətt boyunca hərəkət edir, qalxır yuxarı. Səsin sürətinə yaxın sürətlə uçan MiG müharibə təyyarəsindən atılan raket xeyr, eyni qaydada üfüqə bucaq altında atılır. Deməli 1 və 4. Verilmiş variantlardan hansıları düz xəttli bərabər sürətli hərəkətə aiddir? Cisim düz xətt üzrə bərabər zaman müddətində bərabər məsafələr qət edir, bəli. Cisim düz xətt üzrə müxtəlif müddətlərdə bərabər məsafələr qət edir, xeyr. Cisim düz xətt üzrə bərabər zaman müddətində müxtəlif məsafələr qət edir, xeyr dedik, yaxı bərabər məsafələr qət edir. Cisim bərabər zaman müddətində eyni yerləşmə, bəli. Cisim müxtəlif zaman müddətində eyni yerləşmə, xeyr. Bərabər sürətli hərəkətdə bərabər zamanda bərabər yollar qət etməlidir. 1, 4. B. Hansı cihazlardan istifadə edərək sürəti təyin etmək olar? V bərabərdir S bölü T-dir. Deməli, gedilən yolu xəttkeşlə zamanı saniyə ölçənlə təyin edə bilərik. 1, 3. C. Hansı cihazlardan istifadə edərək təcili müəyyən edə bilərik? A bərabərdir. Delta V bölək T-dir. Deməli, təyin etmək üçün, sürət təyin etmək üçün spidometrdən istifadə edə bilərik. Zaman təyin etmək üçün də saniyə ölçəndən istifadə edə bilərik. Cavab D bəndi. Cisim şəkildə verilmiş trayektoriya üzrə hərəkət edərək A nöqtəsindən B nöqtəsinə gəlmişdir. A-dan B-yə gəlib, buna əsasən cismin getdiyi yolu yerdəyişmə neçə metr olar? Gəlin şəklə baxaq. Aha. A-dan B-yə gəlib. Yəni belə bu şəkildə hərəkət edib, gəlib B nöqtəsinə çatıb. Deməli, yolumuz nəyə bərabərdir? 4, 9 və 8-in cəminə 17, 21 metr. Yerdəyişməni tapaq. Yerdəyişmə başlanğıc və son nöqtələri birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Qeyd edək. Deməli, bunu biz nə edirdik? Düz bucaqlı üç bucağa tamamlayırdıq. Tamamladıq. Bura 9 metrdir. Bura 9 metr olduğundan paraleldir. 9 metrə bərabərdir. Bura 8 metrdir. Bu hissədə bu hissəyə paralel olduğundan 4 metrdə buradır. Deməli, ümumisi nə edir? 12 metr. Deməli, bizim düz bucaqlı üç bucağımız alındı ki, bu formadadır. Buranı 12 tapdıq, buranı 9 tapdıq, burada x-dir. Onda x tapmaq üçün nə edərik? 12-nin kvadratı, 9-un kvadratı, bu da edir 225. 225 də 15-in kvadratıdır. Yolu tapdıq. 21 yerdəyişməni də tapdıq, 15. Cavab C bəndi. İndi gəlin 47-ci sualımıza baxaq. 54 km/saat sürətlə hərəkət edən avtomobil müəyyən zaman ərzində S qədər yol gedir. O sürəti neçə metr bölü saniyə artırmalıdır ki, eyni zaman müddətində 4 dəfə çox yol geçsin. Deməli, gəlin əvvəlcə 14 km/saatı metr bölü saniyə ilə əvəzləyək. Deməli, 3.6-ya bölündə 1.5 edir. Deyir ki, müəyyən zaman ərzində S qədər yol gedir. O sürətini nə qədər artırmalıdır ki, eyni zaman müddətində 4 dəfə çox yol geçsin. Aha. Deməli, onda biz S1-ə S deyək, S2-yə ondan 4 dəfə çox 4S deyək. Eyni zaman müddətində dediyinə görə T1 ilə T2-mizi bərabər eləyək, bir T-yə bərabər eləyək. Onda biz V1 bərabərdir S1 T1, V2 bərabərdir S2 T2 yazaq. Bizdən sonra mən bunları tərəf-tərəfə bölərəm. V1-in V2-yə nisbəti bərabərdir S1 T1-in S2 T2-yə nisbəti. V1-imiz neçədir? 15. V2-miz nə qədərdir? Bilmirik. S1-imiz S, T1-imiz T, digəri 4S, T. Deməli, buradan T'lər ixtisar gedər, S-lər ixtisar gedər. V2-ni nə taparıq? 15 vuraq 4. Bu da nə edər? 60. Tapdıq bunu 60. İndi deyir ki, nə qədər artırmalıyıq? 60 tapmışıq. Əvvəl nə qədər idi? 15 idi. Mən 60-dan 15-i çıxsam, taparam ki, 35-ə bərabərdir. Yəni, əvvəl 35 idi, əvvəl 15 idi. Mən onu 35 artırsam, gəlib 60 olar. Cavab C bəndi. Üzr sayın, 60-dan 15 çıxıram. 45 edir bu. 35 dedim. 45. Hesablama səhvində olan şeydir. Aha. Yer səthindən 10,2 km yüksəklikdə şimşək çaxması baş verir. Onun səsi, ışıltısı göründükdən neçə saniyə sonra eşidilir. Deməli, zamanı istəyir bizdən.
normal. T bərabərdir S bölü V ifadəsidir. S-imiz nə qədərdir? 10,2 kilometr. Cavabı nə ilə istəyir? Saniyə ilə. Onda 10,2-ni vuraram 1000-ə metrə çevirmək üçün. Bölərəm 340-a. Bu da edir 102, 0 bölək 340. 0-dan 0 getdi. Deməli 102-ni 3-ə bölərəm, 34-ə bölərəm. Deməli 34 3-ə vursam 12. Bəli. Cavab 30-dur. Çünki 34 3-ə vuranda 12 102 eləyir ona görə. 49. Ovçu özündən 30 metr məsafədə nişanlama xəttinə perpendikulyar istiqamətdə 15 metr bölü saniyə uçan quşa atəş açır. Aha, ovçu özündən 30 metr məsafədə. Qırmanın tüfəngdən çıxma sürəti 375 metr bölü saniyə olarsa, ovçu quşu ovlamaq üçün atəş açan zaman hansı nöqtənin nişan almalıdır? Çox qəşəng sual. Deməli, nə yazaq? Ovçu özündən quşa. Aha. Elə bir ki, quşun perpendikulyar istiqamətdə 15 metr qırmanın. Aha, qırmanın sürətini bizə verib 375 metr bölü saniyə. Deyir, özündən perpendikulyar istiqamətdə uçan. Deməli, perpendikulyar istiqamətdə yuxarı uçur quş 15 metr bölü saniyə sürətlə. Buradan bura qədər olan məsafədə deyir 30 metrə bərabərdir. Əvvəlcə gəlin zamanımızı tapaq. T bərabərdir S bölü V. S-imiz 30, V-imiz 375-dir. 30 375-ə bölək. 30-un içində 375 yoxdur, 0. Mən bura bir dənə 0 yazsam, yenə yoxdur, 0. Onda bir dənə də 0 yazaram. 7 yazsam olmaz, 4 yazsam olmur, 12. Deməli, onda 8 yaza bilərəm. 8 dəfə 5-in 0, 4, 56, 60, bəli, 3000. Deməli, 0,8 tapdıq. Saniyəyə bərabərdir. Deyir ki, hansı məsafəni nişan almalıdır ki, quşu vura bilsin də? S bərabərdir VT. Quşun sürəti nə idi bizdə? 15. Zamanımızı nə tapdıq? 0,8. Deməli, 0,8-i 15-ə vuraram. 15-i 0,8-ə vurum. 8 dəfə 5-in 44, 4. Aha, bir dəfə 8-in 8, 0, 12. Aha, 1,2. Deməli, uçan quş istiqamətində, bəli, uçan quş istiqamətində vurmalıdır. Əksinə vurası deyil ki, uçan quş istiqamətində 1,2 metr məsafədə qabaq nöqtədə vurmalıdır ki, geçsin ona çatsın. Şaquli yuxarı qalxan helikopterin pərinin üzərindəki A nöqtəsi helikopterin pilotuna əsasən necə hərəkət edər? Deməli, bu pilotdur. Bunun içində pilot var. Pilot deyir ki, bunun başında bu fırlananı necə görəcək? Təbii ki, o fırlananı bu belə fırlanır da, belə tez-tez belə fırlanır. Həmin bu pilot onu yuxarıda göstərdiyim formada görəcək. Yox, yerdəki müşahidəçiyə nəzərən desəydi, onda bu formada görəcəkdi. Bu formada. 51. ABŞ istehsalı olan B2 döyüş təyyarəsi səsin sürətindən 3 dəfə böyük sürətlə uçur. Bu zaman B2-dən atılan bombanın hərəkət trayektoriyası yer səthində sükunətdə dayanan müşahidəçiyə görə hansı şəkildə olar? Deməli, buradan elə baxın, bu bomba deyir atılır. Bu bomba atılanda yerdə dayanan həmin bu adama görə hansı formada düşdüyünü görər. Bu düşəndə bu şəkildə yerə düşür. Yerdə dayanan adam bunu bu şəkildə görür. Cavab C-bəndi. Əgər pilotdakı adama görə desəydi, pilotdakı adama görə həmişə öz aşağısında görəcəkdi. Onda cavab B-bəndi olardı. Suya görə sürəti VK olan üzgüçü, axın sürəti VA olan çayda şəkildə kimi üzür. Buna görə üzgüçü qarşı sahilə hansı nöqtədən çıxar? Baxın uşaqlar, axın istiqamətinin, axının baxırıq ki 3 damaddır. 1, 2, 3 damad. Mən onu sürüşdürürəm bura. Sürüşdürdüm. Sürüşdürəndən sonra bunun başlanğıc nöqtəsi ilə axının son nöqtəsini birləşdirirəm. Birləşdirəndən sonra necə sayırıq bunu? Baxın, bura 1 damadır. Yuxarıya doğru 2 dama qalxır. Bunlar belədir də. Yuxarıdan uzadıram. Baxın, belədir bunlar.
Buradan da dəftərin daması kimi. Bunu belə çəkirik. Əyri çəkdim, tez-tez çəkirəm deyə. Hə. Aha. Onda biraz əyri çəkdim, səhvlik eləyə bilərəm. Bunu sileyim, mən yaxşısı. Hə, deməli, biraz uzaqlaşdırım, elə özü görünür. Axını sürüşdürün bura. Axını sürüşdürün bura, görünür elə buradan. Bununla başlanğıcını birləşdirim. Deməli, bura baxın, bir dama, yəni bura qədər bir dama. Yuxarıya doğru, baxın, buradan damaların xətti görünür. Damaların xətti buradan görünür. Aha. Deməli, yuxarıya doğru isə 2 dama qalxıb. Deməli, hər dəfə mən geriyə doğru bir dama gedib, yuxarıya doğru 2 dama qalxsam, çıxdığı nöqtəni taparam. Onda bir dama belə gəlim, sonra 2 dama yuxarı qalxım. Qalxdım, sonra bir dama belə gəlim, sonra 2 dama belə yuxarı qalxım. Gördünüz, D nöqtəsindən çıxdım. 53-ə baxaq. Avtomobil, deməli, avtomobil A nöqtəsindən hərəkətə başlayaraq şərqə doğru 40 metr yol gedir. Şərqə doğru, deməli, belə gəlir. B nöqtəsinə, daha sonra şimala doğru, şimal da yuxarıdır. 30 km yol gedib S nöqtəsinə çatır. Avtomobil C nöqtəsinə, A nöqtəsinə ən qısa yolla qayıtdığı məlumdursa, avtomobilin qət etdiyi ümumi yol tap. Ən qısa məsafə dediyi üçün başlanğıcdan sona çəkilən istiqamətlənmiş düz xətt parçası bizə yer dəyişməni verir. Bunu tapa bilərik. Bu X-dir. Buranı bizə deyir 40 metr gedir. Buranı deyir 30 metr gedir. Onda Pifagor teoreminə görə S bərabərdir 1640-ın kvadratı və 30-un kvadratı. Bu da edir 2500. Ondan da çıxır 50. Deməli, biz buranı nə tapdıq? 50. Deyir, yolumuz nəyə bərabərdir? Yolumuz 40, 30 və 50-nin cəminə bərabərdir. 40 ilə 50, 90, 90 üstünə 30, 120. Cavab A-bənin. Düzxətli bərabər sürətli hərəkət üçün hansı ifadələr doğrudur? Deməli, düzxətli bərabər sürətli hərəkətdə V konstantdır. V konstantdır. Baxaq, sürət zaman oxuna paraleldir. V-nin tedinaslıq qrafikini quranda görürük ki, zaman oxuna paralel olan düz xəttir. Gedilən yol zamanla düz mütənasibdir. S bərabərdir VT. Bəli, getdiyimiz yolumuz zamanla düz mütənasibdir. Yol yerdəyişmənin ədədi qiymətindən böyükdür. Xeyr, düz xətli bərabər sürətli hərəkətdə bayaq dedik ki, yol yerdəyişməyə bərabərdir. Niyə böyük olsun? Yola görə sürət zamandan tərs asılıdır. Xeyr, biz dedik ki, düz xətli bərabər sürətli hərəkətdə zaman oxuna paralel düz xəttir. Tərs asılı deyil. Yerdəyişməyə görə sürətin həm qiyməti, həm də istiqaməti dəyişmir. Bəli. 1, 2, 5. Cavab C bəndi. 55. Cisim koordinatları -3, -2 olan A nöqtəsindən koordinatları 5, 4 olan B nöqtəsinə hərəkət edir. Gəlin koordinat çəkək. Aha. Bu X olsun, bu Y olsun. Koordinatı -3, -2 olan. Gəlin birinci. -1, -2, -3, -4. Aha. 1, 2, 3, 4, 5, 6. 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5, 6. Aha, mənfi də bura. Deməli, -3, -2. Əvvəlcə bura -3, burada -2. Bu nöqtəni qeyd elədim. Bu nöqtəni qeyd elədim ki, A-dır. Sonra 5 və 4. 3, 4, 5, 1, 2, 3, 4. Deməli, 4 ilə 5-in ortası. Bura. Bunu da qeyd elədim ki, B-dir. Aha, qoyun bunları yazım. 5 və 4. Aha. Deyir ki, cisim neçə metr yer dəyişmə icra edir? Əvvəlcə gəlin biz SX-ımızı tapaq. SX, X çıxaq, X sıfırdır. SX, yəni X oxuna olan məsafəyə baxacaq. Onda biz bunu azaldım ölçüsünü. Nazik çəkək şəklimizi. Aha. Baxın, bunu bu şəkildə belə uzadaq. Bunu bu şəkildə belə uzadaq. Bunu da belə. Aha. Deməli, SX çıxaq, X0 dedikdə, X-ımız bizim son nöqtəmizdir. Son nöqtəmiz nədir? 5-dir. Başlanğıc koordinatımız nədir? -3-dür. Deməli, bu nəyə bərabərdir? 8 metrə. İndi gəlin Y oxu üzrə baxaq proyeksiyaya. Deməli, Y oxu üzrə son nöqtəmiz nədir?
Çünki hərəkətimiz A-dan B-yə doğrudur axı. Son nöqtə onda 4-dür. Budur, burada. Son nöqtə 4-dür. Başlanğıcımız neçədir? Y qoxu üzrə. Bura 4. Başlanğıcımız da -2-dir. Bu da ümumi edir 6 metr. Onda mən neçə metr yer dəyişmə icra elədiyini tapa bilərəm də. S bərabərdir kök altı sx kvadratı üstə gələk sy kvadratı. O da bərabərdir 64 üstə gələk 36. Yəni 100-ə bərabərdir. Ondan da 10 çıxır. Cavab C bəndi. 56. Cisim 2 saniyə müddətinə bərabər sürətlə 2 saniyə müddətinə bərabər sürətlə A bərabər -2, -5 nöqtəsindən B1 nöqtəsinə hərəkət edir. Koordinatlar metrlə ifadə olunub. Sürətini tapın deyir. Gəlin yenə eyni qaydada koordinatımızı çəkək. Bu x, bu y. Damalarını bölüm. Aha. A-nı əvvəlcə tapaq. -2, -5. Bura -2, 2, 3, 4, 5. Burada olsun -5. Deməli, A-yımız buradadır. B-yimiz də 6, 1'dir. 2, 3, 4, 5, 6, 1. B-yimiz də onda buradadır. Deməli, A-dan B-yə doğru hərəkət edir. Mən əvvəlcə, məndən nə istəyir? Sürətin modunu istəyir. Əvvəlcə x oxu üzrə sürətini taparam. Sonra da y oxu üzrə sürətini taparam. Gəlin ayrı-ayrılıqda tapaq. Deməli, bunu belə tamamlaya bilərəm də. Tamamlayayım ki, rahat görüm. Deməli, x oxu üzrə mənim son koordinatım nədir? Bunları qeyd eləmədim. B-ni də qeyd edeyim. Rəqəmləri rahat görüm. Bura 6 idi, bura 1 idi. Aha. Son koordinatım neçə idi? 6. Başlanğıc koordinatım neçədir? Baxın, -2. Zamanı özü şərtdə 2 verib. 6 ilə 2, 8. 8-i 2-yə bölərəm 4 metr böl saniyə. İndi y oxu üzrə baxaq. Mənim son koordinatım buradan başlayıb. Baxın, buradan başlayıb. Son koordinatım nədir? B nöqtəsinə gələn hissədə 1-dir. Yəni 1-dən çıxaram -5-i bölərəm 2-yə. Bu da edər 3 metr böl saniyə. Mənə deyir ki, sürətin modu neçə metr böl saniyə? Yenə ümumi V-ni tapmaq üçün Vx kvadratı üstə gələk Vy kvadratı bərabərdir. 4-ün kvadratı 16, 3-ün kvadratı 9, ümumi edər 25, ondan da çıxar 5 metr böl saniyə. Deməli, 5 metr böl saniyəyə bərabərdir. Bu qədər. Dəyişən sürətli də gələn dərs izah edərəm.